Salam, hər vaxtınız xeyirli olsun. Hörmətli, əziz və dəyərli izləyicilərimiz, hər birinizi bugünkü həftənin ilk günü ayrı-ayrılıqda salamlayıram. Kimlərin həyatda şəhidləri var, hamısına Allah rəhmət eləsin deyirəm. Bütün dünyadan köçən şəhidlərimizin yeri cənnət olsun deyirəm. Və bugün həftənin ilk günü mən yenə Mazarlığa, Şəhidlər Xiyabanına düşdü. Yenə bir daha buranı ziyarət eləməyə özümə borc bildim və istədim ki, şəhidlərimizi yad edeyim. Və bildirmək istəyirəm ki, yenə də bir daha təkrarlamaq şərti ilə deyirəm ki, şəhidlərimiz bizim qan yaddaşımız, bizim qürurumuzdur və onlar bizim fəxrimizdir. Hər birisi ayrı-ayrılıqda bizim fəxrimizdirlər. Allah bütün dünyadan köçən şəhidlərimizə rəhmət eləsin. Onların yerini cənnətdə bərqərar eləsin və ruhları şad olsun. Bütün şəhid analarına, bütün şəhid atalarına uzun ömür, can sağlığı və səbir diləyirəm. Və dünyadan köçən şəhid analarımıza və şəhid atalarımıza da şəhidləri ilə bərabər Allah rəhmət eləsin deyirəm. Hörmətlə, Könüllü Nəzarət, İctimai Birlik, Mərkəzi Aran Yevlax Təşkilatımız Məhəbbət bayramı bir daha var olasınız. Gəlin, şəhidlərimizi unutmayalım.